Okay, let's go. Hər vaxtınız xeyirli olsun əziz dostlar. Yenə də canlı evlərinizin qonağıyıq. Səbəb ondan ibarətdir ki, bugün bu saatda niyə canlılaşmışıq? Ələxsus bugün ayın 30 sabah 31 dekabr Dünya Azərbaycanlıların həmrəyliyi və eyni zamanda yeni il bayramıdır. 2026-cı ili bir bərabər qarşılayacağıq. Bu ili yola salırıq gözəl müjdələrlə, növbəti ili daha gözəl müjdələrlə qarşılayırıq ki, işlərimizdə eyni zamanda müəyyən sahələr var ki, orada çətinliklərimiz var. İnşallah 2026-cı ildə bu çətinliklər keçəcək. Arxa plana Atlidə at muraddır. Arzu edirəm ki, hər biriniz muradınıza çatasınız. Və bugün yenə də dəyişməz ünvanımız olan MRT İnşaatdayıq. Nə üçün bu saatda burada? Çünki maşallah tırların biri gəlir, biri gedir. Tırın biri gəlir, biri gedir. Hansı ki gəlir, gəlir. Gəlir, axır ki gəldi. 4 tırı qəbul etmişik. Hal-hazırda gecə olan vagonlarımız var. 6 tır vagon gecə boşaldı və indi göstərəcəyik tamaşaçılarımıza da. İndi 4'ü gəldi, ikisi də yoldadır, birazdan çatacaqdır. Nə gəldi? Nə gəldi? Taxtaları gəldi. Tabii ki, Belarusiyadan birbaşa taxta gəldi. Bütün razmerlər, bütün ölçülər var. İstər 6 metrə, bəli, tamamilə doğrudur. 2 yarımlıqlar, 5'liklər hamısı tək ünvanda MRT-də. MRT-də maşallah olsun, gəlib çatar-çatmaz müştərilərimiz də başının üzərini kəstiribdir malı. Buradan biz malı boşaldırıq, buradan maşallah müştərilərimiz alıb aparır, öz tikinti işlərini görürlər. Hal-hazırda bu tırımız da burada söndürülməmiş vəziyyətdədir ki, növbəli şəkildə bazamıza boşaldılır. Bəli, biz hal-hazırda gördüyümüz bu işlərdə bizə yer olmadığı üçün ikinci ərazimiz var. İkinci ərazimizdə İnşallah ki ora boşalır və hal-hazırda boşalır da. İndi getdikcə irəlilədiyi dəqiqələrdə göstərəcəyik. Bir halda ki bu sementlərin yanından keçirsə yenə də Holcimimiz buradadır, Azbentanit buradadır, Arkoz buradadır, Holcim buradadır, Mətanətimiz buradadır, cips, üzlük, astar hamısı taxtalarımız yavaş-yavaş gəldi, yığıldı. Var. Gələn ilə inşallah Arkozun xüsusi yenə indirimi davam edir. Yəni Bangram kampaniyası davam edir. Uduşlu kisələr. Kisələr uduşlar. 5, 10, 20, 50, 100, 200 manatlıq hətta var. Nə yazılıb burada əziz dostlar? Daşdan yox, sementdən pul çıxar. Adətən deyirlər ki, pulumuz daşdan çıxır, amma pulu daşdan çıxarmaqdan əlavə həm də sement alacaqsınız. Baxın əziz dostlar, Arkozun da içərisindədir. Buradadır. Arkoz sementinə məxsus bütün kisələrin üstündə uduşlar. Hamısında burada qeyd olunubdur. İstər 250, 300, hörgü 400, sumaq 500, üçün, ümumi tikinti üçün, 400'lüyümüz, 500'lüyümüz hamısının içərisində hədiyyə var. Hal-hazırda göstərdiyimiz axşam olan gələn vagonlarımızı bura boşaltmışıq. Bəli, gecə bunu boşaltdıq bura və çəkib sosial şəbəkələrdə paylaşım etmişik. Bəli. Hal-hazırda axşam gələn vagonlarımız bundan ibarətdir. Sırf 5-10 5-12, 5-15. Əziz dostlar, bu 5-10'dur ha. 5-10'da 8 deyil. 5-12-dir, 5-12'dir. Yəni bütün ölçülər tam olaraq standartlara uyğundur və onu da qeyd eləmək istəyirəm ki, bu taxtalarımızın hamısı qurudur. Yəni yaş deyil, vurulmayıb düz haldadır. Yox, hal-hazırda Belarusiyadan birbaşa çatdırılmadı. Bəli. Və yeni il inşallah sağlı salamatçılıq olsun. Yeni ilə lap gözəl çeşid bolluğundan taxtalarımız gələcək. İstənilən ölçü. Kimisi gəlir müştəri, qardaş, mənə istəyirəm ki, pulundan asıl olmur. Mənə istəyirəm, 5 istəyirəmsə mənə 5'mi ver. 5 istəyirsə 5-10 olacaq, 5-12 olacaq, 5-10 bak, yəni bütün ölçülərimiz var. Və söyləmək istəyirəm ki, 31 tarixində çalışmayacağıq, əziz dostlar. İkisindən yenə də fəaliyyətdə iş başındayıq və digər sahələr var ki, onlar 5'ində başlayacaqlar, amma biz yox. 31 bayram edəcəyik, əziz dostlar. İkisindən inşallah biz də istirahət edəcəyik, biz də ailə üzvlərimizlə bir bərabər bayram edəcəyik və ən əsası isə iş başında olduğumuz müddətdə yenə də bizim vaqonlarımız gəlməkdədir. Yox, ardı dalbadar. Ümumiyyətcə elə bir gün, elə bir həftə olmayacaq ki, bizə vaqon qəbul eləməyək də. Yəni hər həftə vaqonlarımız daxil olacaq. Yəni də bizim pol taxtalarımız. Bəli. Pol taxtalarımızda o günlərim gəldi, tamamilə azalmışdı. Yenə gördüyünüz kimi yenə üstündən yazıb vurmuşuq. Daha da aydın olmaqdan ötəri 2 yarımlığın 0.95 adətən bunu 10 adından satılır, amma bizdə 0.95 adından satılır. Nədirsə odur. Bəli, nədirsə odur. Yəni bizdən buradan belə bəzi yerlər bunu da salırlar ölçə. Belə loru desə ki, erkək dişi seçsin, yəni bizdə hesaba vurulmur, bəli. Amma bütün sonra materiallarda o hesaba vurulur. Fərqi yoxdur, 4 metrəsində, 6 metrəsində.